Ekran hər bir kəsdə görünür. İlk növbədə icazənizlə mən süni intellektlə bağlı hazırlanan bu slayda keçməmişdən qabaq bir mövzuya toxunum. Biz süni intellekt nədir? Yəni, süni intellekt insanların və heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellektidir. Süni intellekt tədqiqatın müxtəlif alt sahələrində, xüsusilə məqsədlər, xüsusi alətlərdən istifadə ətrafında cəmləşir. Süni intellekt tədqiqatın ənənəvi məqsədlərinə əsaslandırma, biliyin tətbiq edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robotexnikaya öz dəstəyini vermişdir. Və mən icazənizlə istəyərdim ki, bir hissəni vurğulayım. Hörmətli burada olan auditoriya şəxsləri, sizlər hansı süni intellekt proqramlarını tanıyırsınız? Bəli, chat bölməmizə yazırlar Gemini və mən elə bunu vurğulamaq istəyirəm ki, süni intellekt proqramları bizlərin bildiyi qədər az bir sayda deyil. Biz bu şəkildə də görə bilərik ki, 120 faydalı süni intellekt aləti istifadə sahələrinə görə qruplaşdırılıb. Biz burada görürük ki, yazıblar ChatGPT, Claude. Mən öz növbəmdə sizə təşəkkürlüyümü bildirirəm. Və biz görürük ki, bunlar burada bir neçə sahəyə bölünüb. Məsələn, chatbot, yəni bu söhbət üçündür. Burada gördüyünüz kimi bunlara adlar verilib. Writing, yazı yazmaq üçündür. Marketing sahəsində istifadə olmaq üçündür. Və yazıblar, öncəliklə salam, axşamınız xeyir, Copilot, Gemini və s. proqram tanıyırsınız. Video gördüyümüz kimi video yaratmaq və montaj etmək proqramları üçündür. Design, logo, şəkil, qrafika yaratmaq üçündür. Productivity, məhsuldarlığı üçündür. Və biz bunların ən faydalılarını artıq dövrümüzdə, yəni 21-ci əsrdə istifadə edə bilirik. Yəni, süni intellekt bizlərin bildiyi qədər az bir sayda deyil. İcazənizlə indi süni intellektin təhsildə roluna keçməmişdən qabaq bir məsələni vurğulayım. Mən öz növbəmdə düşünürəm ki, yaxın gələcəkdə iki növ müəllim olacaq. Bir, süni intellektdən istifadə edən müəllim və istifadə etməyən müəllim. Amma şagirdlər bunların fərqini hiss edəcəklər. Məsələn, buna bir əsasnamə gətirim. Biz əvvəllər bir mövzu üzərində 2 saat test hazırlayırdıq. İndi isə ChatGPT və yaxud da digər süni intellekt proqramları vasitəsilə ilkin variantı 5 dəqiqəyə əldə edirik. Sonra onu öz metodikamıza uyğun redakt edirik. Beləliklə qazandığımız vaxt şagirdlərə daha sərfəli bizim onlara tapşırıq tətbiq etməyimizə sərf olmuş. Və mən bu fikri də vurğulamaq istəyərdim ki, biz bunları deyirik və biz bəzən elə düşünürük ki, onda bu zaman süni intellekt artıq müəllimi dövrümüzdə keçib. Xeyr, süni intellekt yalnız bizə məlumat verir. İnformasiya vasitələri ötürür. Şagirdin gözündə inam yaratmaq, onu ruhlandırmaq və tərbiyə etmək yenə də müəllimin öz üzərində olan missiyasıdır. Və gəlin biz bu günlərdə bizim təşkil olunan görüşümüzün adında da biz hiss edirik ki, süni intellektin rəqəmsal dərslə əlaqələndirilməsi, süni intellekt alətlərinin inteqrasiyası və sinif idarə etməsi.
növbədə gəlin sizlərlə bərabər buna baxaq ki, süni intellekt dövrümüzdə bunun biz təhsildə rolu gördükdə müxtəlif funksiyalar yerinə yetirir. Məsələn, fərdləşdirilmiş dərs, avtomatik qiymətləndirmə, dərs planlaşdırılması, məzmunun yaradılması, interaktiv və innovativ öyrənmə. Yaxşı, bəs biz bunları saya-saya getdik. Bunlar nədir? Baxın, biz belə danışaq. Fərdləşdirilmiş tədris budur ki, nümunə olaraq bunu çəkə bilərik ki, Azərbaycan dilində şagirdin yazı bacarığı zəifdirsə, AI platforması onun yazı nümunələrini analiz edib, yalnız həmin bacarığı inkişaf etdirən xüsusi tapşırıqlar təqdim edir. Və yaxud da buna oxşar sözlər tapır, cümlə qurur və bu artıq bizim gördüyümüz fərdi təlim metodudur. Yəni biz burada da görürük ki, bunun üçün xüsusi tapşırıqlar hazırlayır. Gəlin növbəti baxaq. İkinci biz orada qeyd etdik ki, süni intellektin təhsildə rolunda avtomatik qiymətləndirmə. Buna da biz nümunə çəkə bilərik riyaziyyat fənnini. Məsələn, şagirdlər ona qədər toplama, çıxma ilə bağlı testləri onlayn formada yerinə yetirir və dərhal bunların cavabları yoxlanılır, nəticələri şagird və müəllimə bildirilir. İnkişafa ehtiyac olan sahələr üzərində tapşırıq yaradılır və bu da avtomatik olaraq adından da gördüyümüz kimi qiymətləndirmədir. Çünki biz burada deyək ki, testləri onlayn formatda yerinə yetirir və dərhal cavablarını verir. Üçüncü növbədə biz adını çəkdik, dərs planlaşdırılması və məzmun yaradılması. Biz buna da misal gətirə bilərik ki, biz üstə gətirdiklərimizə Azərbaycan dili, riyaziyyat fənnini gətirdik. İndi isə ibtidai sinifə baxaq. Müəllim dərsin mövzusunu daxil edir. Məsələn, heyvanlar aləmi və bunu süni intellekt yaş səviyyəsinə uyğun dərs planı, video, interaktiv oyun və qiymətləndirmə tapşırıqları hazırlayır. Və biz baxaq növbəti slaydımızda da deyirik ki, interaktiv və innovativ öyrənmə. Biz nümunə olaraq bura çəkə bilərik Azərbaycan dili fənni. Şagirdlər süni intellekti ilə çalışan interaktiv oyun vasitəsilə sinonim və antonimləri öyrənir. Oyun zamanı sistem onların cavablarını dəyərləndirir və dərhal rəy verir. Və ona orada müxtəlif promptlar, yəni əmrlər verir ki, doğrudur, bir daha cəhd et. Biz bunları sizlə bərabər burada gördük. Mən bayaqları üstə də qeyd etdiyim kimi, çıxışımda da qeyd etdiyim kimi, biz deyirik ki, burada dərsin planlaşdırılması və məzmunun yaradılması. Biz burada deyirik ki, dərs planı, video, interaktiv oyunlar hazırlanır. Mən istərdim ki, indi sizləri qısa da olsa bir proqramla tanış edim. Bu proqram nə proqramıdır? Gördüyünüz kimi adım burada görürük. Adı demo proqramıdır. Bu həm mobil kompüterlərdə işləyə bilir, həm də ki bu mobil kompüterlərdən əlavə olaraq gördüyümüz kimi kompüterlərin öz üzərində biz buna keçid edə bilərik. Yaxşı, bu ChatGPT, biz Gemini, DeepSeek, Copilot bu kimi proqramları bildik. Bəs demo nə üçün lazımdır? Biz bunu notebook və ya kompüterlərdə işlətdiyimiz zaman gördüyünüz kimi mən sizə çox gözəl burada bir üsul göstərim. İstərdim ki, qısa olaraq mən bunun sizə 2 dəqiqəsini izlədəcəm. Zəhmət olmasa bir dənə bu videoya baxaq. Çünki biz burada bir proqram görəcəyik. Bu proqram demodur. Demo müəllimlər üçün avtomatik olaraq biz ona prompt veririk. Prompt sayəsində peşəkar, pedaqoq olaraq bu öz iş vərəqini dərs üçün professional olan hər bir şeyi hazırlayır. Bəs biz bunu sual verə bilərik ki, biz bu süni intellekt proqramlarına nə qədər güvənirik? Biz özümüz dərsi hazırlayanda onu bir neçə bölməyə bölürük. Məsələn,
bunu deyə bilərəm ki, real həyatla əlaqələndirmək çox gözəldir. Mən istərdim ki, indi bu videoya qısa bir şəkildə baxaq. Bəli, adı demodur. Yəni operatoru Babayeva Xədicə xanımı yönləndirəcəm. Proqramı sizlərə yönləndirəcək. Bu video sayəsində də sizlər görəcəksiniz ki, avtomatik bir şəkildə, yəni necə özü hazırlayır. Mənim fikrimcə ən yaxşı süni intellekt proqramı, baxın elə bu dövrümüz üçün ən mübahisəli bir mövzudur. Amma mən bunu deyə bilərəm ki, süni intellekt proqramları müxtəlif işləvi yerinə yetirir. Baxın, mənim bayaqları dediyim kimi və hər sahənin özünün öz işini peşəkar icra edəni var. Məsələn, bizim hamımızın bildiyi ChatGPT proqramı. Bu dərs planı, test, layihə üzərində işləyir. Baxın, yazmışsınız ki, Gemini ən düzgün işləyir. Mən bunu bildirə bilərəm ki, süni intellekt proqramlarına ən düzgün işləyir bizim deməyimiz düzgün deyil. Çünki bunların bəzən biz səhv cavabları görüb, onları özümüz də düzəldə bilirik. Bunun üçün dilimizdə dediyimiz kimi süni intellekt proqramlardır. Amma mən bunu vurğulaya bilərəm ki, bayaqlar chat bölməsində yazıb soruşdunuz ki, mənim fikrimcə ən yaxşısı hansıdır? Mən deyə bilərəm ki, mənim üçün ən yaxşısı elə baxın bu demo proqramıdır. Niyəsini görəcəksiniz. Çünki saniyələr içərisində siz ora fənninizi, mövzunuzu, tədris etdiyiniz sinfi yazmaqla o sizə nəinki iş vərəqi, hətta slayd belə hazırlayıb verir. ChatGPT səhvdir, yalan məlumatlar verir. Baxın, mən də bunu vurğulamaq istəyirəm ki, biz adından da dediyimiz kimi ChatGPT özü, mən bunu sizə vurğulayım ki, süni intellekt proqramıdır. Dilimizdə dediyimiz kimi süni intellekt proqramları müxtəlif növdür. Mən istərdim ki, çox uzatmadan siz bu demo proqramı haqqında bir daha baxasınız. Biz sinifdəki vasitəsilə iş vərəqələrinin hazırlanmasını öyrənəcəyik. Bunu edəcəyik servis vasitəsilə, Zifit.me servis vasitəsilə mən sizə göndərilən notebook versiyasını, yəni mən kompüterdə işləyirəm, ekran versiyası notebookdur, növbəti də sizə mobil telefon vasitəsilə işləməyə göndərəcəm. Burada ilk olaraq ilkin adımda biz süni zəka servisindən istifadə etməyi öyrənirik. Yəni sizin fənninizə uyğun olaraq növbəti etaplarda onu öyrənəcəyik. Ki, məsələn deyəm, riyaziyyat müəllimisi, müəllimisi riyaziyyat dərslərinə aid olacaq, tarix müəllimisi tarix dərslərinə və s. O növbəti etaplarda olacaq. Hal-hazırda biz sadəcə bu süni zəka vasitəsindən istifadə etməyi öyrənirik. Bu üçün nə etmək lazımdır? Belə bir mətn var, bu promptdur. Kim bilmir, prompt süni zəka ilə danışanda bizim ona yazdığımız mətnlərdir. Yəni biz qısa olaraq bunu bildirim ki, bəli, prompt əmrdir, bizim ona verdiyimiz əmrdir. Siz bu proqramı istifadə edən zaman o promptu tapmayacaqsınız. Mən bu promptu Xədicə xanıma yönləndirəcəm, o qrupa yönləndirəcək. Tapşırıq formatıdır. O prompt adlanır. Bu hazır promptdur. Burada sadəcə 3 dənə dəyişiklik etmək lazımdır. Birinci dəyişikliyi öz fənninizi yazırsınız. Mən yazıram ingilis dili. Mövzunu yazırıq. Mən yazıram məsələn past simple. Sizə hansı mövzudursa onu yaza bilərsiniz və sinif mütləq qeyd etmək lazımdır. Çünki hər sinifə uyğun olaraq, hər yaş kateqoriyasına uyğun olaraq süni zəka fərqli iş vərəqələri yaradır. Mən də yazıram 3-cü sinif. Bunları yazandan sonra yeganə baxın, burada 3 dənə dəyişiklik etmək lazımdır və bu mətni qrupa göndərəcək. Yəni sadəcə burada 3 dənə yeri dəyişirsiniz, dəyişmirsiniz, yəni əlavə edirsiniz sizin fənnə uyğun olaraq. Bunları edəndən sonra sadəcə bunları kopyalayırsınız və göndərirsiniz bu süni zəka alətini. Göndərirsiniz deyəndə nəzərdə tuturam, burada bunun xüsusi pəncərəsi var. ChatGPT-də kim istifadə edibsə, orada chat pəncərə var. Bu da ona bənzər bir chat pəncərəsidir. Kopyalayaraq göndərəcək bura və burada yaşıl rəngdə ox işarəsi var. Klik edirik buna və süni zəka başlayır iş vərəqəsinin yaradılmasına. Burada bizə müəyyən suallar verir. Hal-hazırda suallara cavab verməyə ehtiyac yoxdur. Çünki biz sadəcə servisin istifadə edilməsini öyrənirik. Burada aşağıda skip all var. Yəni hamısının üstündən keçirik. Skip all-a klik edirik.
sayın bunu dondurdum. Bəli, bu demo proqramıdır. Sizə göndərəcəm. Google-a nə yazıb daxil olacaqsınız. Yardım var. Çok ses geliyor. İş verilmesi hazırdır. Burada bölüme gelir birinci nedir? Yani past simple nedir? Qaydalar qeyd olunub. Buna əlavə fotolar var. Hansı ki süni zəka özü yaradıb. Ona əlavə testlər var, nümunələr var. Testlər də aşağıda yazılıb. Yəni iş vərəqəsini bir dənə promptla və təxmini 20-30 saniyə ərzində hazırladıq. Yəni deyirəm, biz hal-hazırda ilkin adımlardayıq deyə sadəcə bu servisdən istifadəni öyrəndik. Amma biz istənilən fənə uyğun olaraq və istənilən mövzuya uyğun olaraq iş vərəqəsi yarada bilərik. Sadəcə bu ilkin adımlarda bu səbəbdən biz servisdən istifadə etməyi öyrənirik. Ona görə ümumi bir şey yazmışım. Və ev tapşırığına nə etmək lazımdır? Sadəcə sizə fəninizə uyğun olaraq bu promptu kopyalayın. Burada fəninizi yazın, mövzunuzu yazın, hansı sizin üçün yaradılır onu yazın. Və sizin zəka iş vərəqəsi yaradandan sonra burada export butonu var. Export'u klik edin və sizə seçimlər verəcək ki, yüklə, print elə və ya kopya elə. Burada sadəcə linki kopyalayın və həmin linki qrupa göndərin. Və bəli, beləliklə sizə dediyim bu demo proqramıdır. Və bəli, gəlin indi isə davam edək. Və biz mövzumuzun da adından bugünkü gündə gördüyümüz kimi rəqəmsal sinifin süni intellekt alətləri ilə idarə olunması. Və biz bunu deyə bilərik ki, sizlərlə bərabər bu süni intellekt alətləri bizim bəs üstünlük nədədir müəllimlərə verdiyim. Gəlin biz ilk növbədə ilə buna baxaq ki, bizə verir vaxta qənaət. Vaxta qənaət necə edirik? Hamının bildiyi kimi dərs planlarını və qiymətləndirmə prosesini bizim üçün avtomatlaşdırır. Fərdiləşdirilmiş yanaşma, yəni fərdi, siz şəxsiniz, biz hər hansısa bir şagirdə və yaxud da şəxs kimi yanaşırıq. Məlumatların daha effektiv, təhlili, şagirdlərin inkişafını izləmək və tədris strategiyalarını bizim üçün optimallaşdırır. Və biz gəlin indi növbəti slaydımıza sizlərlə baxaq. Baxın, biz bunu anlayaq ki, süni intellekt nə olursa olsun, sinifdəki problemin müəyyən bir hissəsini həll edir. Amma mən bu günləri bu slaydda bu hissəyə də yer vermişəm ki, süni intellekt alətləri sinifdəki problemi necə müəyyən edə bilər? Birinci növbədə şagird fəaliyyətinin analizi üçün süni intellekt alətləri nəyi müəyyən edə bilər? Biz hər hansısa bir süni intellektdə şagird haqqında məlumatı, istədiyimiz tapşırığı göndərən zaman süni intellekt dərhal bir şəkildə şagirdin iştirak aktivliyinin azlığını, ev tapşırıqlarının gecikməsini, təsadüfü və yaxud da mütəmadi olaraq qiymətlərinin enməsini və yaxud da qalxmasını görə bilər. Baxın, biz burada müəyyən tapşırıqların yerinə yetirilib, yerinə yetirilməməsini analiz edən proqramlar görürük. Mən üst hissədə vurğuladım ki, sizlərə burada biz şagirdin iştirak aktivliyinin azlığını, ev tapşırığının gecikməsini və təsadüfü və ya mütəmadi olaraq qiymətlərin enməsini görürük. Bəs o zaman biz bunu hansı proqramlarla görürük? Burada gördüyünüz kimi Edmodo, Google Classroom, bunlarla görə bilərik. Mənə sual versəz, tapşırığın vaxtında yerinə yetirilib yetirilməməsini ən yaxşı analiz edən proqram hansıdır? Mən deyərdim Google Classroom. Və biz altda da müəyyən proqramlar görürük. Bunların adını
çəkmirəm vaxt getməsin deyə. Bunlar da şagirdin zəif və güclü tərəflərini özü təhlil edir. Və biz bilirik ki, biz dərsdə olan zaman şagirdin bir də var emosional bacarığı, yəni emosional vəziyyətinin analizi. Bəs bu emosional vəziyyət nəyi müəyyən edir? Şagirdin sinifdə sıxılmasını, narahatlığını, potensial, sosial və yaxud da psixoloji proqramları, şagirdlərin üz ifadələrini və bədən dilini analiz edərək onları emosional vəziyyətini qiymətləndirə bilir. Və biz ekran paylaşımı ilə diqqət izləməklə şagirdlərin davranışını real vaxtda izləyən bir proqram görürük. Bu da Coercion Teaching'dir. Və mən istəyərdim ki, davranış, burada gördüyünüz kimi tədris materiallarına uyğun təhlil, video və yaxud da görüntü analizi. Mən istərdim ki, biz elə buna baxaq. Biz deyirik ki, dərsə bizim süni intellekt tətbiqimiz. Süni intellektin tətbiq sahələri dərs planlaşdırılması və məzmunu, avtomatik qiymətləndirmə, rəy bildirmə, şagirdlərin interaktiv öyrənmə, şagirdlərin inkişafını izlənməsi. Bəs biz bunları danışdığımız, yəni necə deyim, ancaq quru bir şəkildə, lovi dildə danışdıq. Biz bunları praktik bir şəkildə necə edə bilərik? Baxın, dərs planlaşdırılmasının məzmununu necə tətbiq edək? Mənim bayaqdan adını çəkdiyim DeepSeek proqramı. Bu alət sözün əsl mənasında çox mükəmməl bir alətdir. Və sual verilə bilər ki, burada niyə 4-cü yerdədir? Burada mən bunları planlaşma və məzmuna görə ardıcıl şəkildə yığmışam. DeepSeek proqramı şagirdlərin fərdi ehtiyaclarını müəyyən edir, tədris məzmununu təqdim edərək müəllimin iş yükünü azaldır və tədris keyfiyyətini artırır. Əlbəttə, DeepSeek proqramında ChatGPT, Gemini kimidir. Yəni, biz bunları Play Market və yaxud da App Store proqramlarından yükləyə bilərik. Bu zaman elə biz buna da ChatGPT kimi eyni prompt verəcək, yəni eyni əmri. Məsələn, mənim üçün bu sinifin tapşırığını hazırla, amma ChatGPT ilə müqayisədə DeepSeek'in biz daha, necə deyim, əlverişli olduğunu, daha tapşırığı dolğun verdiyini görəcəyik. Və bir də bu var ki, biz deyirik ki, məsələn, biz özümüz müəllim olaraq fərdi dərs istəyirik, yəni fərdi dərs dəstəyi. Bu proqram gördüyümüz kimi Kamigo proqramı müəllimlər və şagirdlər üçün fərdi öyrənmə və dərs dəstəyi təmin edir. Burada gördüyünüz kimi müəyyən proqramlar var, amma mən sizə ən yaxşılarını dedim. Gəlin, ilk növbədə biz burada hamısı haqqında qısa məlumatları yığmışam, baxaq. İlk növbədə bura qoyulan proqram ChatGPT-dir. Bu nə üçündür? Müxtəlif tapşırıqların ideal köməkçisidir. Bəs biz buna necə tapşırıq verəcəyik? Gəlin, baxaq. Sayta daxil oluruq. Biz saytı açacağıq, indi açacağım, göstərəcəm. Daxil oluruq və qeydiyyatdan keçirik. Məsələn, biz qeydiyyatdan keçə bilərik. Və məncə, süni intellekt çoxumuzun evində və yaxud da iş sahələrində istifadə olunandır. Məsələn, gəlin elə buradakı tapşırıq veririk. Axtardığımız məlumat, məsələn, ibtidai sinif üçün su dövranı mövzusunda dərs planı. Biz gördüyünüz kimi bunu burada kopyalayırıq. Gördüyünüz kimi əmri biz ChatGPT proqramına verdik. Və bəli, gördüyünüz kimi dərs proqramında istifadə olunan hər bir şeyi bəlkə də 1 dəqiqə, bəlkə də saniyələr içərisində yerinə yetirdi. Cavabları kopyalayarıq, yəni biz özümüz düzəliş edə bilərik, bunu çap edib və yaxud da təqdimat edə bilərik. Gəlin, digər bir proqramımıza baxaq. Bu Eduate ID, avtomatik plan, test və tapşırıqlar alətidir. Bu da bayaqki proqram kimidir, yəni ChatGPT proqramı kimidir. Pulsuz qeydiyyatdan keçin və ya demo istifadə edin. Amma məndən soruşsaz, mənim məsləhət gördüyüm demo proqramı olar. Çünki
biz bu proqramlarda istər ChatGPT olsun, istər DeepSeek proqramı olsun, istər mən burada üstə qeyd etdiyim Kamigo proqramı olsun, bunların hamısına biz növbəti mərhələ kimi yazırıq. Məsələn, tapşırığı yerinə yetir, mənə bu mövzuda planı ver, bunu ver, bunu ver. Amma biz demoya, bayaqlarda videoda da gördüyümüz kimi, avtomatik şəkildə bir dənə mövzunu, sinifi, fənni yazırıq. Qalan prompt qalır öz yerində. Yəni, bizim ona verəcəyimiz əmr qalır öz yerində, hazırlayır. Təkcə dərs planı hazırlamış. Həmçinin bizim üçün Google Slide-da hazırlayır. Gəlin, növbəti proqramımıza baxaq. Növbəti proqramımız Kamigodur. Şəxsi dəstək bu bizim üçün həqiqətən verir. Amma mən bunu deyə bilərdim ki, baxın, gördüyümüz kimi burada Kamigo proqramda yazdı premium. Bəli, mən sizə göstərmək istəyirdim ki, Kamigo proqramında burada yazdı bu şəxsi təhsil dəstəyi proqramıdır. Bu proqram bizə kim üzərindən verilir? Bu bizə Xan Akademi üzərindən verilir. Biz elə bunu vurğulamaq istəyirdim ki, digər proqramlara baxanda da onlar premium versiyasını görə bilirik. Amma mən bunu vurğulaya bilərəm ki, biz bu proqramın ancaq premium versiyasını görürük. Mən burada bizlər üçün proqramlar yığmışam. Gəlin, icazənizlə də bu proqramlara bir dəqiqə göz gəzdirək. Baxın, gördüyümüz kimi bu proqramlar biz burada yazmışıq. Ödənişli və yaxud da ödənişsiz olması. Paid ödənişli. Free isə bunun pulsuz bir şəkildə biz olmasını görürük. Məsələn, ödənişli alətlərdən biri ChatGPT. Hər cür suala cavab verir, mətin yazır, ideya yaradır. Bəs bunun pulsuz, yəni vasitəsi varmı? Bəli, var. Cloud proqramıdır. Digər bir proqramımız Runway, mətni videoya çevirir, yəni text to video. Bunun da pulsuz proqramı Recloud'dur. Digər bir proqramımız hamının bildiyi, məşhur olan Canva proqramıdır. Canva proqramı biz bilirik ki, pulludur. Bəzən biz bu proqramları əvəz edən proqramlar axtarırıq. Canva proqramını da əvəz edən biz deyə bilərik Microsoft Design. Və biz bizə həqiqətən burada mənim ən xoşladığım və mənə lazım olan proqramlardan biri Text to Image, yəni mətndən şəkil yaratmaq. Bunun pullu variantı Midjourney idi, gördüyümüz kimi. Amma bunun pulsuz variantı gördüyümüz kimi ChatGPT süni intellekt alətinin də logosundan əvəzlənən Dell 3-dür. Və biz bilirik, bizim slayd yaratmaq üçün istifadə etdiyimiz proqram PowerPoint-dir, presentation yaratmaq üçün. Bunu da əvəz edə bilərik Google Slide-la, Grammarly, yəni bu nədir? Məsələn, biz vaxtımız yoxdur, amma yazıların qrammatikası üzərində düzəliş eləməliyik və bilirik ki, Grammarly proqram istər App Store, istər bu proqramları Play Market üzərindən yükləyəndə bu pullu bir versiya gəlib çıxır. Amma Quillbolt proqramı isə bunu pulsuz bir şəkildə göstərir. Zapier tapşırıqların avtomatlaşdırılmasıdır. Bunun da pulsuz variantı Berdindir. Yəni, mən bunu nəyi göstərmək istədim burada? Mən burada onu göstərmək istədim ki, bayaqlar bizim adını çəkdiyimiz slaydımız buradadır. Xaniməd proqramı, yəni Kamigo, bu bizə Xan Akademi tərəfindən təqdim olunur. Bu proqram pullu versiyadır. Amma bizim qalan tanış olduğumuz proqramlar isə pulsuzdur. Və biz bunları əvəz edən proqramlar görə bilərik. DeepSeek-də mənim ən sevdiyim niyyədir. Baxın, burada görə bilərsiniz. Məzmun generasiya üçün, necə deyim, süni intellektin ən mükəmməl proqramıdır. Sayta daxil olub, elə indi sizlə canlı daxil olaq sayta. Bəli, gördüyümüz kimi mobil operatordan daxil oluruq. DeepSeek proqramına telefondan da daxil ola bilərsiniz. Buna biz daxil olan zaman biz burada öz rolumuzu yazırıq, yəni promptumuzu. Nə istədiyimizi yazırıq. Gördüyünüz kimi proqramımız
modul açıldı. Proqramımızda burada type your message, yəni sən öz mesajını buraya ünvanlandırdı. Gəlin elə burada DeepSeek proqramı slaydın öz üzərində qoyulduğu kimi elə gəlin biz sizlərlə bərabər onu verək. Burada gördüyünüz kimi yazılıb ki, 4-cü sinif riyaziyyat dərsi üçün çoxhəddi ifadələr mövzusunda tapşırıq yazın. Gəlin biz elə bunu götürək. Yəni biz təkcə bunu vermirik. Yəni digər promptları da özünüz sizə lazım olan promptları verirsiniz. Sadəcə slaydda bir yığılıb, gəlin də buna baxaq. Yəni belə deyim ki, dəqiqələr içərisində düşünməsinə baxmayaraq, baxın, artıq tapşırıq hazırdır. Yəni burada bizim yazdığımız çoxhədli mövzusunda tapşırıq. Çoxhədli mövzusunda da tapşırıqlar hazırdır. Nəinki bu tapşırıq, hətta bu slayd verə bilir. Biz buna məsələn yazdıqda çoxhədli mövzusunda bizə qaydanı sadələşdirib verə bilər. İndi isə gəlin digər burada qoyulan problemlərə baxaq. Avtomatik qiymətləndirmə və rəy bildirmə. Bu nədir? Avtomatik tapşırığın hazırlanması, detallı rəy bildirmə, analitik hesabat. Yəni, məsələn, tutalım belə deyim, biz hesabat verməliyik. Hesabatı verən zaman biz artıq onun üzərində, necə deyim, məsələn, bir gün qabaqdan hesabat bizə deməyiblər. Bizə 20 dəqiqə qalmış deyiblər ki, hesabat verəcəyik. Hesabatı vermək üçün ən bizə lazım olan proqramlardan biri də Create Scope-dur. Bu, avtomatik tapşırıq verilmə və imtahan qiymətləndirməsini detallı şəkildə araşdırır. Və mən nəyi vurğulamaq istəyirəm? Elə bunları vurğulamaq istəyirdim. Şagirdlərlə interaktiv öyrənmə nədir? Şagirdlərlə biz interaktiv öyrənmə deyəndə burada 3 proqramlar da çəkə bilərik. Quizlet, Kahoot, Socrative. Biz burada gəlinə canlı bir şəkildə Kahoot proqramına baxaq. Gördüyünüz kimi axtarış yerimizə yazırıq Kahoot proqramı. Kahoot proqramında biz nəinki müxtəlif növ tapşırıqlar. Məsələn, bizim açıq bir dərsimiz var. Başlayaq. Bəli, bayaqlarda, slaydda adını çəkdiyim kimi şagirdlərə interaktiv öyrənmə. Baxın, elə bunu deyirdim. Kahoot proqramı. Şagirdlərdə interaktiv, viktorinalar və oyunlar vasitəsilə dərs öyrənməsini özünə cəlb edir. Mən elə bunu demək istəyirəm ki, bu Kahoot proqramı nədir? Məsələn, biz bir tədbir keçiririk. Məsələn, 21 fevral beynəlxalq ana dili günü ilə bağlı və yaxud da yarışlar hazırlamaq istəyirik və yaxud da bir tədbirdə, maraqlı bir görüşdə qısa bir oyun oynatmaq istəyirik şagirdlərə. Bunun üçün bizə Kahoot proqramı lazım olacaq. Axtarış yerinə Yandex və yaxud da Google-a kahoot.it yazırıq. Kahoot.it proqramı ilə biz Kahoot proqramına gördüyünüz kimi daxil oluruq. Burada var Discover, kəşf etmə, Learn, öyrənmə, Present, burada var təqdim etmə, Make, düzəliş etmə, Join da qoşulma. Biz burada Discover'ın üzərinə vururuq, yəni kəşf etmə. Biz bu zaman bunun üzərinə vuranda gördüyünüz kimi açılır. Burada olan oyunlar, burada olan hər bir şey bizə görsənir. Və əlbəttə ki, qoşulanda biz buna accept cookies, yəni bütün hamısını qəbul etməliyik. Biz buna məsələn yazaq, tarix, yarış. Axtarışa verək. Gördüyünüz kimi burada ingilis dilində çıxdı. Bir dəqiqə. Burada gördüyünüz kimi kanalların heç birində, yəni burada bir şey yoxdur. Amma biz burada Learn öyrənmə yerinə vurduqda biz burada nələr öyrənə bilərik? Məsələn, biz burada yeni dillər öyrənə bilərik. Biz Kahoot proqramı vasitəsilə Match Games, yəni oyunlar oynaya bilərik. Elementary Match, yəni ibtidai riyaziyyatı inkişaf elətdirə bilərik və biz buradan filmlərə baxa bilərik.
Nəinki onlar, biz aşağıda gördüyümüz kimi Wikipedia'dan məlumatlar var. Yəni, fotosintez haqqında gördüyünüz kimi bunlar sual-cavablardır. Üzərinə yazılıb 12 sual. Natural landmarks around the world, yəni təbiətin dünya ətrafında olan hissələri haqqında. Məsələn, biz burada öyrənə bilərik, why do we dream, bizim arzularımız nələrdir, animal roles, ekosistem, ekosistemdə heyvanların rolu, əlbəttə Azərbaycan dilində olanlar da var. Bunun üçün biz burada login eləməliyik, yəni qeydiyyatdan keçməliyik. Qeydiyyatdan keçən zaman bizim üçün burada aktiv bir şəkildə özü açılacaq. Gəlin yanınıza keçib bir hissəsinə baxaq. Gördüyünüz kimi biz artıq burada keçdik. Burada hər kəsə açıq olan bir hissə var. Gördüyünüz kimi biz bundan əvvəl sizə burada bir söz deyim ki, biz özümüz burada oluştura bilirik. Oluşturmanın üzərinə vururuq Kahoot, yəni oyun. Biz ancaq burada Kahoot oluşdururuq. Məsələn, mövzumuzu girək. Mövzumuz tarix viktorinası. Bizə burada artıq verdi. Baxın, Kahoot proqramının bir gözəl özəlliyi budur ki, burada müxtəlif hissələr var. Məsələn, quiz, soruları özü çıxardır, doğru və yaxud da yanlış seçir, sunum edir. Biz gəlin quizi seçək. Bəli, burada gördüyümüz kimi özü artıq sualları çıxartdı. Burada dil türk dilindədir. Dili Azərbaycan dilində keçirmə. Burada türk dilində olan bir sualı özümüz tərcümə edə bilərik. Məsələn, gördüyünüz kimi çıxdı. Məsələn, burada var bu. Məsələn, tarixlə nə qədər ilgilisin? Yəni, biz artıq bunu görəndə burada görürük. Mən istəyərdim ki, biz, baxın, elə bunu göstərmək istəyirdim sizə. Burada sorunu girməyə başlayırıq. Məsələn, gördüyünüz kimi soru türü nədir? Biz nə seçmişik? Quiz. Doğru, yanlış da seçə bilərik. Puzzle formatında da seçə bilərik. Biz bu görüşləri, yəni hazırladığımız sualları bəs auditoriyaya, yəni şagirdlərə necə təqdim edə bilərik? Oylatma formasında, yəni video formasında və yaxud da bunun kəlmə açılması mənasında. İstərdim elə bir, gəlin biz burada puzzle formatına baxaq. Gördüyünüz kimi sorunu girməyə başlayaq. Məsələn, bir sual yazaq. Məsələn, daş dövrünə aid olanları seçin. Əlbəttə ki, bu bizim süni intellekt üçün bizə, necə deyim, vacib olanı verir. Baxın, artıq mən bunu yazdım. Özümdə daş dövrünə aid bir şey, necə deyim, rəsmlər verdi. Məsələn, cavab yazıram 1, cavab yazıram 2, cavab yazıram 3, cavab məsələn yazıram 4. Gördüyümüz kimi burada biz 4 dənə cavab yazdıq. Biz burada silər və yaxud da çoxalda bilərik. Yaxşı, mən belə deyim ki, biz bunu hazırlayandan sonra biz burada artıq buna baxırıq. Məsələn, biz bunu eləyirik kaydet. Məsələn, yenə də ad qoyaq. Məsələn, gördüyünüz kimi hazırdır. Yəni, Kahoot kimi proqramlarda həqiqətən dövrümüzdə oyunlar üçün lazımdır. Burada da gördüyünüz kimi bir addım-addım istifadə eləməni göstərir. Mən burada məsləhət görərdim Kahoota. Bir də nə edeyim? Biz bayaqları bildiyiniz kimi şagirdlərin inkişafı və izləmək seçdik. Biz burada fərdi tövsiyələr verən zaman burada yenə də müxtəlif proqramlarla qarşılaşırıq. Məsələn, biz bir yana Google Classroom-un adını çəkdik. Google Classroom-un da bir adı Google Board-dır. Google Classroom-un adını niyə çəkdim? Slayd hazırlanan zaman slaydda müxtəlif özünü inkişaf etdirməli verir və bu da Google Board-dır. Baxın, gəldi elə buna. Fənlər üzrə bayaqlarda adını çəkdiyim kimi süni intellekt vasitələri. Əgər istəyirsinizsə, ekranı yəni özünüz screen edə bilərsiniz. Və yaxud da istəyirsiniz, yəni Xədicə xanıma yönləndirər, bunu da qrupa göndərər. Baxın, burada 3 qrupa bölüb üzrü sayın. Azərbaycan dili, riyaziyyat, ingilis dili fənnində. Hər 3 fənnin özünə aid olanı verir. Azərbaycan dili fənninə aid artıq bizə 4 dənə proqram verib. Riyaziyyat fənninə aid bizə 5 dənə proqram verib. İngilis dili fənninə aid bizə 5 dənə proqram verib. Bayaqları adını çəkdiyim Kahoot proqramı bir oxşarda Word
ki, bildiyimiz kimi süni intellekt alətlərinin istifadədən də ChatGPT və yaxud da digər süni intellekt alətlərini biz istifadə edəndə onların da bir müddət keçdikdən sonra limiti dolur. Limiti dolandan sonra biz orada artıq başqa bir proqrama keçdik. Amma pulsuz olanların qabağında isə yazılıb. Məsələn, Google Gemini vizualların hazırlanması. Bu nədir? Vizual, məsələn, biz bir açıq dərs veririk. Verdiyimiz açıq dərs tarix fənnindən daş dövrüdür. O pulsuz şəkildə istədiyiniz qədər daş dövrünə aid bizim üçün burada seçə bilir. Və sonda bunu demək istəyirəm ki, unutmayaq ki, hər bir süni intellekt vasitəsi insan tərəfindən düzəldilib, insan tərəfindən də təhlil olunub, istifadə olunmalıdır. Bəli, slaydımız bu qədər. İndi isə istərdim ki, sizlərin hər hansısa bir qısa bir, yəni sualı varsa, bunları, yəni istərdim ki, cavablayayım. Buyura bilərsiniz. Təşəkkür yazmısınız. Mən öz təşəkkürlüyümü bildirirəm ki, vaxtınızı ayırıb görüşə daxil olmusunuz. Auditoriyanın verəcəyi bir sual yoxdur.